Niyə ümumiyyətlə axmaq haqqında danışıram? Çünki bu hər kəsdə var. Kimindəsə az, kimindəsə çox, amma həmişə var. Bəzən o qırmızı dodaqlarda özünü göstərə bilər, bəzən kimisə birinci görüşə dəvət eləməkdə özünü göstərə bilər. Bəzən sadəcə hamı kimi yox, öz axarında yaşamaqda özünü biruzə verə bilər. Bəzən ifadələrdə hansısa, tutalım, fotosesiyaya gedəcəm, axmaq kimi dayanacağım, o fotosesiyada şəkil çəkdirəcəm. Bircə axmaq kimi tək istirahətə gedəcəm. Axmaq kimi açıq ayaqqabını corabla giyməkdə özünü göstərə bilər və s. ilahir. Var elə bir insanlar ki, bu axmaqlıq kökündə, iç sistemin özəyində oturub. Və əgər belə insanla rastlaşmısansa, belə insanları səhv salmaq mümkün deyil. Onlar yüngüllüklə yaşayır, açıq qəlblə yaşayır. Belə insanlar ciddi insanlarda qıcıq yaradırlar. Ona görə fikir uydur, dəli bir şey et. Elə bir şey ki, içindən səs gəlsin. Yox, bu axmaqlıqdır. Mənim yaşıma başıma yaraşmaz. Mənə yaraşmaz. Yaşıma uyğun deyil. Statusuma uyğun deyil. Bax, budur sənin praktikanın, ev tapşırığı. Qalır bir tək şey elə. İndi sənin işin dəli, axmaq, mənasız şeyləri eləməkdir. Bəli, müntəzəm axmaqlıqlar. Biraz gülməli, biraz utanç verici, biraz bu mən deyiləm abu havasında olan şeylər. Amma əsas qaydası da var, bunu ciddiyə almam. Bu məşqdir, ruh üçün məşqdir. Ruh üçün idman. Bədən üçün fitness varsa, bu da şüur üçün bir idmandır. Şüur üçün axmaqlıq idmandır, fitnessdir. Elə ki, içindəki o ciddi insan, ciddi səs əsəbləşsin. Dayan, bu gülüncdür desin. Və sən cavab ver, bəli, mən bunun üçün iminli bunu edirəm. Bu axmaqlığı.